Salam, axşamınız xeyir olsun. Günah Sıvıya baxırsınız. Studiyada Aynur Zahid. Əvvəlcə əsas xəbər başlıqlarına qısaca nəzər salaq. Xoy rayonunda kəndlər sel altında qaldı. Cümə namazlarında bundan sonra qisas çağırışları səsləndiriləcək din xadimindən açıqlama. İsrail ABŞ-nin İrana zərbələrinə qoşulmağa hazırdır Kanyusdan açıqlama. Centcom İranın Hürmüz boğazı ilə bağlı iddialarını rədd etdi. İsrail qondarma erməni soyqırımını tanımaq qərarını dondurub. İndi isə daha ətraflı. Sel və daşqınlar Qərbi Azərbaycan əyalətinin Xoy rayonunda 20 kəndə ziyan vurub. Bu barədə yerli media məlumat yayıb. Məlumata görə yollar dağılıb, kommunikasiya xətləri sıradan çıxıb və yüzlərlə vətəndaşın evi yararsız hala düşüb. Bununla yanaşı yüzlərlə hektar əkin və bağ sahəsinə ziyan dəydiyi, yüzlərlə mal, heyvanın tələf olduğu bildirilib. Yerli mənbələr əlaqədar dövlət qurumlarının fəsadların aradan qaldırılması istiqamətindəki yarıtmaz fəaliyyətlərindən narazıdırlar. Davam edirik. Tehran və Vaşinqton arasında hərbi toqquşmalardan sonra və regional gərginliyin artması ilə eyni vaxtda İran polisi və təhlükəsizlik qüvvələri Əhvaz şəhərində 18 sünni məzhəbli ərəbi həbs edib. Bu barədə İnsan Haqları Təşkilatları məlumat yayıb. Məlumata görə şəhərin Küt Abdullah bölgəsində həbs edilənlərin əksəriyyəti yeniyetmə və gənclərdir. Onların həbs səbəbi və ittihamları barədə məlumat verilməyib. Qeyd edək ki, bundan əvvəl 12 günlük və 40 günlük müharibələr dövrü də çox sayda sünni ərəb həbs edilib. Müxtəlif ittihamlara görə onlardan bəzilərinin barəsində edam hökmü çıxarılıb. İranın nüfuzlu din xadimlərindən biri bildirib ki, bundan sonra ölkə üzrə keçirilən bütün cümə namazlarında öldürülən ali rəhbərə görə qisas çağırışları ediləcək. Bundan sonra hər cümə günü keçirilən cümə namazlarında qisas və qan intiqamı çağırışını səsləndirəcək deyə Şəhər Rekord şəhərinin cümə imamı Əbülhəsən Fatimi bildirib. İSNA agentliyinin məlumatına görə Fatimi əlavə edib ki, zalımlardan qisas almaq İslam Respublikasının fəaliyyətinin əsas prioritetlərindən biri olaraq qalmalıdır. İsrail rəsmiləri ABŞ prezidenti Donald Trumpın göstərişi olacağı təqdirdə Birləşmiş Ştatların İrana qarşı yenidən başlayacağı hərbi əməliyyatlara qoşulmağa hazırdır. Bu barədə Kan News və New York Post məlumat yayıb. Kan News heç bir mənbəyə isnad etmədən bildirib ki, Qüdsdəki rəsmilər ABŞ ilə İran arasında qarşılıqlı hücumların qarşıdakı günlərdə də davam edəcəyini gözləyirlər. New York Post isə adını açıqlamadığı Qüdsdəki mənbəyə isnadən yazıb ki, ehtiyac yaranacağı halda İsrail hərbi əməliyyatları bərpa etməyə hazırdır. ABŞ regional gərginliyin azaldılması səyləri nəticəsində cümə axşamı İrana qarşı yeni hərbi zərbələr endirməkdən imtina edib. Bu barədə Axios ABŞ rəsmilərinə istinadən məlumat yayıb. Məlumata görə Qətər, Pakistan və digər regional vasitəçilər ABŞ ilə İran arasında gərginliyi azaltmaq və nüvə danışıqlarını bərpa etmək üçün fəal diplomatik səylər göstərirlər. Axios bu barədə vasitəçilik edən ölkələrdən 2 mənbəyə və 1 ABŞ rəsmisinə istinad edib. Xəbərdə bildirilir ki, çərşənbə günü Qətər, Pakistan, Türkiyə, Misir və Səudiyyə Ərəbistanının rəsmiləri vəziyyəti sabitləşdirmək və texniki səviyyədə danışıqların növbəti mərhələsini təşkil etmək məqsədi ilə ABŞ və İran nümayəndələri ilə bir neçə telefon danışığı aparıblar. Vasitəçilik prosesində iştirak edən regional mənbələrdən birinin sözlərinə görə hazırda əsas məqsəd əvvəlcə gərginliyin azaldılmasına nail olmaq, daha sonra isə texniki nümayəndə heyətləri arasında növbəti danışıqların tarixini müəyyənləşdirməkdir. ABŞ rəsmisi isə Axios açıqlamasında Trump administrasiyasının həll yolu tapmağa sadiq qaldığını və texniki səviyyədə danışıqların davamı etdiyini bildirib. ABŞ yaxın şərqdə daha geniş eskalasiyanın qarşısını almaq üçün danışıqlar aparır. Lakin zərurət yaranacağı təqdirdə iyulun 10-na keçən gecə İrana yeni zərbələr endirməyə hazırdır. Bu barədə CNN mənbələrə istinadən məlumat yayıb. Mənbələrin məlumatına görə ABŞ qüvvələri yeni hücumlar həyata keçirməyə hazır vəziyyətdədir. Bununla belə Vaşinqton hələlik diplomatik səylərə üstünlük vermək qərarına gəlib. Telekanalın mənbəsi vurğulayıb ki, vəziyyət dinamik şəkildə inkişaf edir və yeni zərbələrin endirilməsi istisna olunmur.
Amerika Birləşmiş Ştatları Mərkəzi Komandanlığı İran dövlət mediasının Hörmüz boğazından keçidin yalnız İranın müəyyən etdiyi marşrutlar vasitəsilə mümkün olduğu barədə iddialarını rədd edərək bildirib ki, Tehran bu boğaza nəzarət etmir. CENTCOM cümə axşamı X sosial şəbəkəsində yaydığı açıqlamada qeyd edib ki, may ayının əvvəlindən etibarən ABŞ qüvvələri beynəlxalq ticarət dəhlizi vasitəsilə 800-dən çox kommersiya gəmisinin və 380 milyon barel xam neftin təhlükəsiz keçidinə yardım göstərib. Fələstin administrasiyasının prezidenti Mahmud Abbas bu həftə İranın hücumlarından sonra İordaniya, Küveyt və Bəhreynlə həmrəy olduğunu bildirib. Bu barədə rəsmi Vafa xəbər agentliyi məlumat yayıb. Abbas bəyan edib ki, Fələstin həmin 3 ölkənin suverenliyini qorumaq məqsədi ilə atacağı bütün addımları dəstəkləyir. Davam edirik. Azərbaycanın çağırışından sonra İsrail qondarma erməni soyqırımını tanımaq qərarını dondurub. Bu barədə Azərbaycan kütləvi informasiya vasitələrində yayılan məlumatlarda qeyd olunub. Bildirilir ki, rəsmi Bakı təşəbbüs hazırlanarkən məsələnin Azərbaycan üçün həssaslığının, Azərbaycan-Türkiyə münasibətlərinin xüsusi xarakterinin, eləcə də bunun Azərbaycan-İsrail strateji tərəfdaşlığına mümkün təsirlərinin kifayət qədər nəzərə alınmadığını hesab edib. Məlumata əsasən, iyunun 29-da Azərbaycan Xarici İşlər Nazirliyi rəsmi mövqeyini İsrail tərəfinə çatdıraraq təşəbbüsə yenidən baxmağa çağırıb. Diplomatik kanallar vasitəsilə İsrail tərəfinə bu addımın həm Türkiyə-İsrail münasibətlərinə, həm də Azərbaycanla əməkdaşlığa mənfi təsir göstərə biləcəyi barədə arqumentlər təqdim olunub. Nəticədə təşəbbüsün irəlilədilməsi prosesi faktiki olaraq dayandırılıb və məsələnin İsrail hökuməti və parlamenti səviyyəsində müzakirəsi davam etdirilməyib. Belə hörmətli tamaşaçılar, bu saata çatdıracağım əsas xəbərlər bunlar idi. Görüşmək ümidi ilə salamat qalın.